Salam millət, hər vaxtınız xeyir. Necəsiz? İnşallah hər şey qaydasındadır. Havalar soyudu, yağışlar başladı və təbii ki, sürücülərin ən çətin durumları belə deyək başladı. Sol tərəfdə artıq görürsünüz, şüşə tərliyibdir. Deməli belə. 2 dənə məhsul almışam. Biri bu tərləmə əleyhinədir, biri də bu maşının içərisində şitində falan bozarmalar olur, yüngül onları bərpa eləməkdir. Əsas məsələyə keçək, bu tərləməyə qarşı aldığı məhsul Azərbaycandan almışam. Öncədən vurğulayım ki, heç bir reklam xarakteri daşımır. Sadəcə təmiz olaraq, real olaraq incələməsini çəkəcəm. Həqiqətən də effektivliyi varsa, təbii ki, sizə də məsləhət görəcəm. Məsləhət görəcəyim necə? Sadəcə çəkəcəm və istifadə eləyəcəm. Ondan sonra da sizə göstərəcəm. Belə, sadəcə. Demək belə. Bunu almışam. TikTokda olan insanlar, şəxslər bilir. Full Market var. Bir qardaş idarə edir oranı. Və təsadüfən oldu ki, bu məhsulu reklam elədi. Mənə də maraqlı gəldi. Havalar soyduğuna görə dedim bu məhsulu alım, görüm necədir. Qardaşım vurğuladığına görə bu bir ay yarım. Yəni normaldır. Bir ay yarım bu qalıcılığı var. Bu buxarın falan qarşısını alır. İndi gəlin qabaq patresi də sizə göstərim. Qabaq patresi də göstərim sizə. Görürsünüz buradan belə. Görürsünüz ki, buxardır. Ben belə eləyim, bir dənə baxın. Gördüyünüz kimi buxardır. Yəni burada məsələ nədir? Yəni mən durub burada stəkanla buxar vurmuram, bir şey eləmirəm. Maşın sürəndə stəkanı tutub patpresə buxarlandırmayacaq. Real olaraq hansı nəticə olacaq, hansı şərtlər altında istifadə olunur maşın, o şərtlər altında da bunu test edib sizlərlə bölüşəcəm. Qaldı bir də Winmaster Wood. Bu məhsuldur. Yəqin ki, adını düz oxudum. Başa tutmadım ki, belə. Bu məhsuldur. Bu da nə üçündür? Maşının içindəki bu hissələr var ya, bax budur, torpedo olsun, yəni plasmasa. Buraların rəngi məndə biraz bozluq var. Teksturaların arası biraz necə demək, yüngül elə ağ tozlar vardı. Silsən getmir. Neçə maddə əslində, neçə maddə istifadə eləmişəm. Bir dənə kameranı düzəldim. Səmimi deyirəm sizə. Heç birində o effekti almamışam. İndi görək bu necə olacaq. Bunu da həmçinin eyni şeydən almışam, qardaşdan almışam. Full Market, hər iki məhsuldadır. Bir dənə hal-hazırda bir dənə məni qane eləməyən, açığını deyim, yenə səmimi deyim, göndərilmə Umiko'dan aldım. Göndərilmə bu qaydada olduğuna görədir. Bunun üstündə də stres var idi bu qaydada. Qardaş bağlamışdı. Amma məncə bunların özünün karıbqası olsaydı daha məntiqə, daha yaxşı olardı. Daha, necə deyim, keyfətli, samballı belə bir şey görünərdi. Həm də ki, yolda hər ehtimala qarşı dəyib, zədələnib, zırılma, axıtma kimi bir qorxusu olmaz. Amma belə problem yoxdur. Heç bir axma, heç bir şey olmur. Sadəcə karıbqaları da olsaydı deyə düşünürəm ki, yaxşı olardı. İndi məsələ nədir? Çox uzatmayayım videonu. İlk öncə maşının şüşələrini təmizləmək lazımdır. Təmiz olaraq təmizləmək lazımdır. Videoda qardaş vurğulayır. Spirt tərkibli şüşə təmizləyənlər var. Ya onunla, ya spirtlə maşının şüşəsində olan istər-istəməz yağlılıq olur. Toz, yağ, belə də, yəni yağ, yəni məcazi mənə deyirəm. Əski ilə siləndə eləndə nəsə də bir qat əmələ gəlir. O qatı təmizləmək lazımdır. Ondan sonra başqa bir fibro əski ilə, ya da adi əski də olar. Bundan püskürdüsünüz şüşəyə və şüşəni silirsiniz. Yaxşı dənə yedizdirmək lazımdır yəqin şüşəyə və ondan sonra da heç nə. Deyilənə görə buxar olmur. Gəlin yoxlayaq görək həqiqətən də bu o effekti verir ya yox. İndi bu videonu çəkəcəm. Ən azından bir gün sürərəm, 2 gün sürərəm. Ondan sonra davamlı sizlərlə paylaşacağam. Gedim marketə bir dənə şüşə silən alım. Bir dənə 2 dənə əski alım. Birini təmizlədikdən sonra birini də bunu vurmaq üçün. Heç bir şey. Test eləyək, məhsulumuzu görək. Bir də bunun üçün bir dənə masalka alım. Balaca masalka. Bunu da şitdə yoxlayaq görək, nə effekt verir. Buradan yenə deyirəm, o qardaş da mənə inciməsin. Düzə düz əyri-əyri
paylaşım eləyəcəm inşallah. Hə millət. Demək marketə getdim. Marketdən aldım. 2 dənə əski aldım. Təmizləmək üçün. Bir dənə belə. Bir dənə də belə. Bir dənə də spirt tərkibli belə bir şüşə silən. Hal-hazırda sildim ön aynanı, ön patpresi, alın şüşəsi. Qoy belə deyim ki, hərdən bəzi insanlar vurğuluyor ki, öz dilimizdə nə demişsin. Bundan təmizlədim. Ön şüşəni təmizləmək çətin olur. Təmizlədim, tərtəmiz. İndi isə keçirik məhsulumuza. Məhsulumuz da budur, yenə göstərim. Bunu baxın da, yəqin ki, şüşəyə püskürdüb, əski ilə silərəm. Ya əskiyə püskürdüb, şüşəni siləcəm. Baxın, görüm hansı effektivdir. Elə də eləyəcəm, hansı daha rahatdır. Görüm kameranı buraya yerləşdirə bilirəm. Burada stabilizator almışam. Buradan belə eləyim ki, o da düşsün. Davam edək. Millət. Belə açı olaraq bura düşür. Yəni eybi yoxdur, bura olsun. Bilmirəm səsin nətər düşəcəyini. Çünki mikrofon yadımdan çıxıb evdə qalıb. Ona görə üzrü sayın, əgər səs zəif gəlirsə, yaxşı düşmürsə. İndi bunu yarısını qopardım. Hayda, bunu da elə yapışdırıblar ki marketdə. Bunlar da ki ucuz idi. 70 qəpikdir. Ya 79 qəpik, 80 qəpik. Şüşəni aldım. Onsuz da zaten maşında lazım olur şüşəni silməyə və yaxud da nəsə təmizləmək üçün yaxşıdır. Belə şüşləri maşınınızda saxlamağınız yaxşıdır. Demək indi baxaq, görək nətər eləyib. Bilmirəm, əskiyə vurum, yoxsa bura vurum. Orada qardaş şüşəyə vurub sonra yayırdı. Yəni, amma şüşəyə vursam, baxın, şiştin üstünə də gedir. Gəlin belə edeyim. Əskiyə püskürdüm və silim. Əsas odur ki, hər tərəfli olaraq bunu yayım. Biraz iyisi fərqlidir. İyidə spirt iyisi də gəlir. Spirt iyisi spirt tərkiblidir görünür. Spirt iyisi də verir. Buna əskini yaxşı şey edeyim ki, sonra narazılıq olmasın. Maşının bütün hər tərəfinə çəkək. Aynanın hər tərəfinə çəkək. Biraz da yedizdirək ki, tam əmin olaq ki, hər tərəfli oldu. Əsasən burada şüşə tərləyəndə sağdan, soldan daha çox tərləyir. Bu hissələrdən. Bir də aşağıdan. Elə bu oradan tərləyərək gedir. O da nədən olur? Belə deyim də. Çöldə hava soyuq olur. Çərinin havası istər-istəməz biraz fərqli olanda artıq tərləmə verir. Çölün havası ilə çərinin havası eyni olanda maşında tərləmə vermir. Belə. İndi bunu hər tərəfinə çəkdim. Hər tərəfinə çəkdim. Ora qaldı. İndi oranı çəkəcəm. Yəni sadəcə video görüntülü eləyərək elədim ki, siz də baxasınız, görəsiniz. Əskidə nəmlik var. Hər tərəfli aşağılarını da eləyək. Qoy. Yaxşı olsun. Bu da belə. İndi heç bir şey, millət. Sağ tərəf patpresdə çəkeyim, sağ şüşələrdə çəkəcəm. Hamısını tam eləyəcəm ki, tərlənmə maksimum dərəcədə az olsun. Videonu davam eləyəcəm. Bunu çəkdikdən sonra bu məhsulda çəkəcəm. Bunu da demişdim, sizə göstərəcəm. Şitin üzərinə çəkəcəm. Onu da testini eləyəcəm. Ona da bir dənə masalka almışam. Belə bir masalka almışam. Bundan şitin üzərinə yayacam. Odur ki, maşının içində işi görüm, tutarım, sonra işlə keçərik. Nəzərinizə çatdırım. Ağzı bu qaydada bağlıdır. Bu da yaxşı bir haldır ki, yəqin ki, burada dolma deyil. Bu birbaşa firmanın özündən gəlir. Ağzını açaq, vuraq. Gəlin sizə göstərim. Baxın, nəticə olaraq budur. Görürsünüz, bura köhnə tərəf, bura artıq mayəni çəkdiyim tərəfdir. Nəzərinizə çatdırım ki, parlaqlıq vermir. Yəqin ki, biraz qaldıqda daha matlaşacaq, amma rəng fərqi həqiqətən də çox seçildi. Qoxusu da əladır. Qoxusu, yəni insanı narahat eləyəcək bir qoxuda da deyil.
Sadəcə belə düşünün, elə bir salondan maşın almısınız, təzə maşın və onun qoxusu gəlir. Belə bir təəssürat yaradır. Nəticə də göz qabağında. İndi bunu bütün işin üzərinə çəkəcəm. Qapıları da çəkəcəm və bunun qalıcılığı nə qədərdir bilmirəm. Baxacam da işdə görək nə qədər gedir. Uzağı bir müddət sonra razı qaldım, qalmadım. Hər ikisini maddənin hər ikisindən əlaqəli TikTokda video çəkərəm. Həmin videonu YouTube'da Shorts'da paylaşaram və burada paylaşaram. TikTokda və YouTube'da paylaşaram. Və nəticə olaraq yaxşıdır, qanilədir. Belə millət, bir daha vurğulayım, aldığım məhsullar bunlardır. TikTok'dan aldım və Foam Market səhifəsi var. Bu səhifəni yazsanız TikTok'dan çıxacaq. Umikoda da satılır. Bu hər iki məhsulu aldım, yoxladım. Şüşələr hələ maşın sürəndən sonra, içəridə bir-iki adam olandan sonra daha dəqiq nəticə biləcəm. Mən burada stəkana isti su töküb ora vurmaq istəmirəm. Çünki o testi, belə deyək də, testi %100 olduğunu göstərmir. Nəyə görə biz maşının içində samovar qaynatmırıq, su qaynatmırıq. Sadəcə insanlar oturur və nəfəs alır, ona əsasında şüşələr buxarlanır. Mən onu qəbul eləmirəm. Reallıq olaraq, real həyatda necə maşında davranırıqsa o qaydada görək şüşələr tərləyəcək ya tərləməyəcək. İşin üzərində gördünüz, onu da göstərdim. Bir müddətdən sonra sizə nəticəni də Shorts və TikTok'da paylaşacağım. İzləmədə qalın. Hələ ki razıyam. İşdən razıyam. Nəticəni yenə deyim, istifadə elədikdən sonra biləcəyik. İzləmədə qalın. İnşallah maraqlı videolar gələcək. Odur ki, dəstək verməyi unutmayın.